Baş sponsor Herbaflora. Sponsorlar Oba Marketlər şəbəkəsi, Elor Çılçıraq mağazalar şəbəkəsi. Dağların başı kışta qar olar. Hey yar yarın görməz rəngi saralar. Yar yarın görməz rəngi saralar. Gəl gözəlim, gəl gözəlim. Bəh bəh bəh. Burada bütün keçilər qoyuna hamısı almışdır. Bəli, bəli, təşəkkür edirəm. Möhtəşəm ifanız üçün. Dinlən- Biz oyunlardan sizə təşəkkür edirik. Dinlədikləri üçün səni, onlara təşəkkürü bildirsən. Bəli, bəli. Bu gözəl ifan üçün sənə təşəkkür edirəm. Çox sağ ol, çox sağ ol. Bugün Ləzzət Axtarışının növbəti bölümündə hardayıq William? Qobustan rayonunun Yekəxana kəndinə Amma hələ gedirik. gedirik. Düzdür, kəndə yekəxana deyir hamısı, yəni yekəxana kimi tanınır. Amma mən bildiyim qədər yekxanadır. Hə? Amma indi yolda bu quzuları gördük, açıq ağzımızın suyu getdi. Sən bu keçiyə bax hələ. Keçiyə bax hələ. Dedim hava da soymağa doğru gelir bu keçilərin biri. Bəh bəh, nə qədər. Amma məncə keçiləri qoyaq bir qırağa. Ha. Bu günləri biz nə məqsədlə gedirik ora? Bugün Yekəxana kəndinə sünnət toyuna gedirik. Biz toyları seçirik də. O toyda ki, yəni qazanlar düzülür. Palatka toyu da belə deyək də, elimizin Harda adətimizi. ləzzət var, biz də ləzzəti gedib axtara-axtara tapırıq, Bəli, bəli. yeyirik və sizə təqdim edirik. Əsl kənd toyu. Bugün əsl kənd toyunda olacaq. Yolda bu qızları gördük, saxladıq. Bu keçiləri, bu müəllimin. Xoş gördük. Hoş gəlmisiniz. Hoş gəldiniz. Necəsiz? Sağ ol, Allah kömək Keyfiniz əhvalınız? Allah kömək yüzünüz çox sağ ol. Bura hansı kənddir? Bura Qobustan rayonunun Bədəlli kəndidir. Bədəlli. Bədəli kəndi. Bəli, Ağsaqa. bəli. Bilməm indi ola bilsin ki, göz dəyər deməsiz, Ulyada biraz var o göz. Hə. Amma məndən arxayın onu, məndə şeydir. Hamı sizindir bu quzular. Yox. Ya, narahat olmayın, heç nə Hə, deməyəcəm. bizim də var, elə qonşuların da var. Hə? Hə, qonşuların da var. Saxlıyorsunuz? Hə, da yığılır bura gün orta yığılır, gecə axşamçı getsə yotlamağa. Bunlar indi burada nə edirlər onda? Bunlar dincəlirlər hələ. İstirahət edirlər. Gün vaxtı dincəlirlər, axşam İstirahət vaxtı yeməyə mərkəzi, qoyunlar gedirlər. istirahət mərkəzidir bura, hə. Bura qoyunların istirahət Bura mərkəzidir. qoyunların günorta istirahət mərkəzi. Və indi bizə deyən lazım, bu qoyunların istirahət mərkəzinə biz də inirik. Biz Nə də olacaq? istirahət Biz deyəsən düz gəlməmişik. Maşallah, deyim sənə ətli qanlı quzularım var, ha, göz dəyməsin. Bu niyə utandığından başını salıb ora? Ha qoyun. Qoyun ki, qoyunda görsən utandığından başını salıb olsa qoyunun qarnına. Ha. Buyurun. Anlatərsiniz. Yaxşısınız? Buyur, hara qaç. Ay Qaç. Allah, Müşfik buna bax. Nətərsən? Sağ ol, sağ ol. Əcəsət Müşfik. necədir? Amasın, sən necəsən? Yaxşısan. Dərsləri oxusan? Ay oxuyuram. Hə, yaxşısan. Oy yol. Oy yol. Oy. Oy. Ha? Bunun desən balası da? Hə, onun anası. Ha, görsən. Oy, oy, bax, Hayda, bax, balasını. Yox. Hayda. Geç Nətər? mamanın yanına. Geç mamanın yanına. Geç mamanın yanına. Nətər? Yaş balasını istəyir. Ay Allah, necə gözəldir bu. 10 bilən gözlərinə bax. Oy, 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 oy. Adam ürəyi gəlmir, desin ki, sən nə yeyərdim. Doğrudan adam balaca Bir saat deyək. sonra indi sən Müşfiqə bax. Balaca. Ay Allah, Allah sağlasın. Sən böyük, səni yeyəcəyik. Yaxşı? Allah. Arzuya bax. Gəlir, hə, get mama çağırır. Get mama çağırır. Get. Yerdə mama çağırır. Gedik. Get. Qaç. Ülfət mamanı istəyir. Ay Allah. Oy. Necə qovuşdular bir-birinə. Dediniz, hansı kənd oldu? Bədəlli. Bura Qobustan rayonunun Bədəlli kəndi. Bədəli kəndi. Aha. Nə qədər qalıb bu yekixanaya? Hardasa bir 8 kilometr var. Buradan Yekixanaya 7 kilometrdir. O Azərbaycanda kilometr yarım yol. Elə Azərgilə gedirik də. Hə, o da var. O kəndin arasında. Ora. Hə, oradan bir çayın qırağına keçə üstü yəni. Əhmədli tərəf. Ara Əhmədli tərəf ha? Hə, Əhmədli kəndidir. Ukraynski kurqa çatmamış. Amma elə yox. Sən daha qarışdırdın aləm bir-birinə. Ağsaqqal, desən ki, məsələn sənə burada qalırıq. Hə. Bir dənə o
Quzulardan birini kəsirsən yeri. Qurbandır. Nüşkəsmir. Sən ürəyivə quruzu kəsərəm. Nüşkəsmir. Özüm əlim. Ürəkdən dedin sən zə. Ürəklə deyirəm, bax o Allaha ürəklə. Ha, öpürəm səni. Gələn dəfə Qobusanın Bədəlli kəndi. Bədərli kəndində Adınız olacaq. necə oldu? Muğamat. Muğamat bəy. Muğamat. Muğamat bəy. Muğamat bəyin kişi. qonağı olacaq. Qəşəng. Qəşəng gələcək. Allah qoysun. Bədərli kəndində Muğamat kişi bizim üçün bir dənə quzu kəsəcək. Allah qoysun. Yeyəcək, içəcək və qəşəng Muğamat dinləyəcək. Bəli. Hı? Bəli. Həm siz Muğamat kişini dinləyəcək, həm də Allah bilən bu kənddə yaxşı muğam oxuyanlar var. Gedirik Qobustanın Yekəxana kəndinə, sünnət toyuna, ləzzət axtarışında. Gəlib çatmışıq ha. Çatdı. Bu həyətdə bugün Azər burada yoxdur. Bizim dostumuz Azər Canımız Orucov. Azər. Ha. Amma onun Qohumlarının- bütün qohumları buradadılar. Çünki biz bu həyətdə bir dəfə olmuşuq. Amma sən yox idin Ölüyə həmin vaxtı. Bugün mən gəldim, mənlə Bu həyətdə o dalda yeməklərin dadına bir dəfə baxmışıq, ləzzət axtarışında. İkinci dəfədir. Yadımdadır ki, o dəfə burada əskəridən kimsə gəlmişdi. Bir də uşağın 40 günlüyü idi. Əskəridən gələn nəvədir nəticədir. Nəvə. Nəvə əskəridən gəlib, nəticədə dünyaya gəlir. Elə. Ay Allah. İndi həmin o 40 günlük olan uşağın toyudur. Valla Görəsən. uşaq bir ilə necə böyüdü, onun sünnət toyu zaten. Məncə bu başqa uşağındır. Bəh. Toyun ağsaqqalı, ağbirsəyi. Necəsiz, necəsiz? Həmişə şadlıqlarda. Necəsiz? Xoş gəlmisiniz. Bizim o dostumuzun Xoş gəlmisiniz. Azərin maması Bəstə xala. Hə, qurban olum. Xoş gəl. Şad gününüzdə gələ. Xoş gəlmisiniz. Xoş olsun. Təbrik edirəm. Şadlıqlara gələsiniz. Əgərdən qadana. Necəsiz, keyfiz əhvalı? Gəlmişəm. Necəsiz, keyfiz əhvalı? Sağ ol. Geçən dəfə gələndə əskərlikdən kimsə gəlmişdi də, düzdür? Evet. Həmin uşağın 40 çıxdısı idi. Bir də balaca uşağın 40. Bir də əsgərgən də var idi. Hə. İndi bax bu gün nədir? İndi bu gün də həmin o 40 çıxdısı olan uşağın Gördün necə dedi? kiçik toyu. Qapıdan girəndə eyni şey dedi. Təəccüblənmə, qurban olum, təəccüblənmə. Həmin uşağın kiçik toyudur. Doğrudan? İndi neçə il sonra o uşağın böyük toyuna da gələr. Demək keçən sezonda Orasını demə. 40 günlüyünə gəldiyimiz o Adı diyan. günlüyünə gəldiyimiz Yiyəcək. uşağın sünnət toyudur bu gün. Allah'ınız hayır olsun. Bax qazanlar hardadır? Gəlin bura. Doğru mu? Bu nədir? Oy. Salam əleykum. Necəsiniz? Keyfiz əhvalınız? Allah köməyiniz olsun. Ay Allah. Həmişə gəzməklərdə. Bunu Heç olmaz ben ətin yanında. istəyirəm. Bunu bu da. Məncə o nə olar ki bir iki az yesinlər orada da öyle götür. Oy. Yaxşı. Başlayaq, siftəsini eləyək Ha. bugünün. Bir dənə siftəni görə Bunun adı görə nə? nədir? Bu yeməyin adı nədir? Bozartma. Ətin tamını hiss edirsən fərqini. Hələ o sümüyü yemək istəyir. Dedim, mən yemək sümüyü yemək. Ət var, narahatım. Ətdən yer, sümüyü yemiyor. Vallahi ətin dadı başqa. Bu hava başqa. Niyə burada bu qədər dadlı olur? Maraqlıdır. Niyə kənddə, ocaq üstündə bu qədər dadlı olur? Başqa bir şey qatmayıblar. Hələ ət, öz yağında, duz və salamda. Məncə başqa nə qatılır buna? Amma sümük əlimə yapışıb ya. Bax. Kley. Necə dadlı. Bunlar da nədir? Aşqarası deyil, aşqarası. Aşqara. Bu pilavın üstünə. Bəli. Bəs bu? Bu qapağın altında bir dənə qapaq vardı. Oy. Normal. Dəhşət. Bəs bu? O tamlı yemək olduğunu iki qapaq qoyurlar. Ha, tamam. Bu da boğulamadı. Olamadı.
Ona da. Oy oy oy, qazmağı bunun Var, nəlidir? var, qazmaq da var. Xəmir qazmaqdır. Var da, hə. Oy oy oy. Gedər o ya. Hmm. Bəh. Bunun üstünü niyə klonka ilə bağlayırsınız ki? Bunun elə bir ki, para zadı çıxıb qaçmasın da, gözəlliyi Bəs klonka qalsın içində. ərimir? Yox, onun öz qaydasında rəngi qara almır yeməyə. Qaralmır, ha. Elə, Deməli özəl klonkadır. elədir. Özəl klonka. Toyxanaya keçməmiş deyirəm ki, bəlkə biraz burada bir dənə dadına baxaq onun. Oy. Üstündəki jelini görürsən. Ha, Marmeladdır bu. yerə də o. Dəhşət bir şey. Çox dəhşət bir şeydir. Türk lokumunu yemisən də. Hə? Lokum. Lokum, Saqqız kimi olan yox, ağızda əriyən lokum. ağızda əriyan, ha. Ha? Yeməmişəm. Bax onun teksturası da elə bir. Ha. Bibi, quzu ətidir, qoyun ətidir. Yox, dana ətidir. Bu dana ətidir. Cavan dana ətidir, hə. Cavan dana əti. Ona görə yumuşaq. Bu dəhşətdir. Bu dəhşətdir. Bu nə daddır, Allah. Salam, Baxdın? salam. Əllərimizə, qollarımıza sağlıq. Oy 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 oy, kabab pişir. Allah razı olsun. Bu nə kababıdır pişən? Nə kebabı ya? Anakonda kebabı. Kuzu çabağı. Bəlkə mal ətindən kabab. Nə bilirsən? Mal ətindən o yaxşı olmur da kebab. Yox, mal ətindən kebab yaxşı olur. Kuzu Yaxşı ətindən yaxşı olur. Onu bir dənə hansından belə çəkə bilərik yerində bir dənə yeyək. Hansından rəzusu, şamaxı quzusudur. Bəh. Ama bu ha. Antrikoşka. Alala. Elim yandı. Baba bu sümüğün üstünde tikeye bak. Dünyada xoşbəxtlik varsa o da buradadır. Gülə, sən bir dənə bir şey deyim. De. Kebabı gərək şişdən yeyəsən, baba. Bir dənə buna bax. Kebab qanlı, igir canlı. Bana bax. Oy 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 oy. Oy 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 oy. Çeynəməyə ehtiyac da yoxdur. Özü həzm olunur. Evet, fikrimdən yayınmışdı. Gedə gördüm ki, o vedrəyin içində nəsə olacaq. Oy. Oy. Gör bax, əlin forması necə qalır. Lavaşa çox bürümə. Bu ətin dadını tez hiss eləyəsən. Ulya. Ətin yağı da gərək lavaşa çıxsın. Məncə. Ətin yağı ilə baba. Ətin sulu. Baba. Ətin şirəsi. Bax, aran zonasının əti nə qədər fərq edir. Ləzzət axtarışında. Yekəxana kəndində. Bax, bu xanım Azərin əkiz tayı. Düzdür? Biz yaşıdıq. Öyle qozaldım. Deməli, bax bu xanımın nəvəsinin 40 günlüyünə gəlmiş. Valla. Nəvəsinin indi sünnət toydu nəvənin. Maşallah. Amma ki yaşıdır. Allah qismət eləsin inşallah onun toyuna gələk. Çox sağ ol. Bu balanın. İnşallah o da sağ salamat əskər getsin, gəlsin, gələk qeyd edək. Sağ ol. Maşallah Azər ki böyük nəsildirlər ha. Təsəvvür elə ki neçə dənə bacı? 7 dənə? 6 bacı bir qardaş. 6 bacının da maşallah oğlu, qızı, nəvələri. Hələ bu gün bir əskərlikdən gəlir.
Oğul əskərliklə gəlir. Yine bayrama karışık o zaman. Məncə siz ilin hər ayında belə biri əskəridən gəlir, birinin ad günüdür, nəsil böyüdü axı. Toyudu. Biri gəlirdi yoldadı, Naxçıvandan əskəri idədim. Sizin oğlunuz. Məncə sən də tərdi. Əla. Salamatçılıqdır. Nə var Allah'a şükür, lap əla. Dayıyla tanış ol. Xoş gəlmişsiniz, xoş gəlmişsiniz. Teşekkür ederim. Allah bizi həmişə toyda məclisdə eləsin. Amin. Sağlık xoşbəxt eləsin. Onurun babasıyam, onurun babasıyam mən. Onurun babasıyam mən. Bir yana çək boş olsun, selamat, çək. Mənə bax. Qısqanıb zad eləməzlər. Yox, heç nə eləməzlər. Mən özüm sağlığı belə şeylərdə ürəyimdən olan bir şeylərdir. Özümünki başqa adam deyil ki, cancigardır. Canciyər çıxdılar ya. Müşfiq Şahverdiyevi salamlayıram. Öz kollektivi ilə buradadır. Hər birinizə xoş gəlmisiniz deyirəm. Allah sizləri qorusun. Allah sizləri var eləsin. Həmişə gözəl günlərdə, xoş günlərdə görüşəyiz inşallah. Sağ olun qardaşım, sağ olun. Allah Taala Azərbaycanımıza, xalqımıza dəyməsin. Xalqımızda həmişə gözəl günlər olsun, xoş günlər olsun. Aycan. İki axtarmadı ta mənim peşəm. Gözəl günlərdə. Arzu qalınmıdır dalınca düşəm. Alovlar içində qovruldu meşəm. Qurusu kül oldu. Yaşı göynədi. Gəzir doğmaları axtarır gözüm. Əl ösət. Canında qalıbmı dözüm. Ürəkdə ağrılar. Dilimdə sözüm, gözümün yaşı gölnədi. Gözümün yaşı gölnədi. Bəxtiyar yazılmadı mərhəmətinə. Deyəcəm mən ləzzət axtarışına hardayız, həm də yekəxanada. Yaxşı. Ləzzət axtarışında hardayız? Yekəxanada. Mən səndən soruşanda ləzzət axtarışında hardayız, sən də yekəxanada. Yaxşı. Yekəxanada deyərsən. Ləzzət axtarışında gəl həmin yanına. Gəl. Ləzzət axtarışında hardayıq? Yekəxanada. Harda? Yekəxanada. Niyə gedib palatkada yemirsən? İsbət eləyə bilmədim. Çatıramırsan, ha? Bizim üçün nar ağacları yanında yer ayırırlar. Dedilər ki, dolmanın, pülovun dadına orada baxarsın. Burada yerdə oturublar elə bir. Abi hardadır bu komanda? Yerdə? Bəh. Ha iş budur, bu iş budur. Canımsın. Nara? Oo, nara bak maşallah.
Bunlar yetişiblər. Dərib baxma olardı birinin dadına. Azər sənə sərdən 4 dəfə zəng edib. Oradan. Ne varıyorsun? Nə varsın? Valla toy ses geldi oradan. Toydayıq da. Sən niyə gəlmədin ay Azər? Sən yerin görünür buralarda. Görünür. Hem bir hem yerime 100 manat yazdırdı oradan. Azər, doğrudan sana yerin məlum. Ben işleyem hiç kabilmedim ona göre. Heç nə. Sənə bir dənə canlı bağlantı yaratdı. Akşam gelirim yəqin ama hele işleyem. Hamı salam deyir sənə, öpürəm səni. Canlı bağlantıda bizim Azik idi. Hə? Benim yerime oynayarsan geçebilirsin terekeme. Mənim gözüm üstə. Bəh. Gözəl naz neymətlər. Hazırlaşırsan? Bəsdir xala, Allah Bəli. sizimizə həmişə bol eləsin. Allah razı olsun, Allah köməyiniz olsun. Çox Xoş sağ olun. gəlmisiniz. Gələn ayaqlarınız var olsun. Bir dənə şey deyim sizə. Hələ qalanlar var da nəvələrdən də bir Var, evlənməmiş, hələ falan, çoxdur, sünnət salamat olunmamış. olsun. Var. Var. Neçə dənə qalıb hələ? Hələ bir 10-15 dənə var. Vay, hələ yemişməklər qabaqdadır. Bəh. Hələ böyük toylar var, kiçik toylar var inşallah. İnşallah. Demək, qabaqda işlər var. İnşallah. Allah canınızı sağ eləsin, həmişə siz gələsiniz. Öpürəm sizi. Qardaşımız Anar müəllim də qulluğumuzda dayanır bayaqdan. Ana mən görək vaxtımıza qırmızı çıxacaq, ağ çıxacaq. Oy, o nə səsdir elə? Soldu. Şən. Dolmanı götür. Nə? Üstünə ondan bir dənə belə. Aha. Necədir? Necədir? Ayağım. Necədir? İndi adamla. Qardaş orada qəşəng Şirvan kəssəsini oxuyur. Maşallah, bəh. Ağaclıqda, sərin havada, bir tərəf dağlar, bir tərəfdə çaylar. Nə bilim, ortam gözəl, insanlar gözəl. Valla buna nə çatar? Vətənimizin hər yanı belə gözəldir. Yeriniz məlum. Bilirsən nə maraqlıdır? Yarpaq dolmasının harda yesən belə yarpağı elə bir pambıq kimi ağızda erir. Fikir vermirsən? Baba, düşün bak. Baba elə. Necə iştahla yeyir. Pilovun da elə bir ki, qazın üstünə bişənlə, Ocaqda bişir, odunla bişir. ocaqda Kömürlə bişənin bişir. dadı tam ayrıdır ya. Bəli, ayrıdır. Yəni ocağın qoxusu oturub bana bax. Ocaq yaxşıdır. Ocağın iyi gəlir də bu pilovdan. Hani şükür bundan da koy. Bu soğançanın duzlu tamı, üstüne şirin kişmişin tamı gələndə və bu ahəng turşu ilə tamamlananda Bizim cənub zonasında
Deyirlər ki, pilovu əllə yeyəndə daha dadlı olur. Bax, əllərimi də yumuşam, tərtəmizdir. Elə bu qaşığı qoyuruq bir qırağa. O master klası mən yenə görmək istəyirəm. Aha. Kişmişdən biraz qatışdırdım buna. Belə. Soğancasından da götür. Aha. Ha. Belə ellər bunu, belə. Yəni biraz da şabalıt qoyum üstünə. Tam olsun. O belə ellər. Все. Necədir? Nə? Onu götürdük bax belə. Bax belə bir şey eləyirik. Bir əldən sən də iyi görüm də. Yox, Əldən. Əlimdə. Yox, mən sizi qədər cavan deyiləm axı. Dolmadan da qoysan bir dənə bunu içinə. Ay, 2 dənə də bu zaddan qoyursan bura, qatışdırsan bunu belə. Möhtəşəm. Möhtəşəm. Bunu da üstündən ye. Yağlığını öldürsün. Bu üstündən kənd qatığı. İnsanlar nəyə görə kənddə gəlib yemək yeyəndə belə ləzzət alırlar, belə bəhbəhlə yeyirlər? Çünki kənddə olan məhsullar hamısı Organikdir. təbiidir, bəli. Təbiidir. Dostlar, bilirsiniz ki, dünyada şəkəri, diabet xəstəliyindən əziyyət çəkənlərin sayı günü-gündən artır. Bunun da qarşısını biz özümüz almalıyıq. Yəni, təbii məhsullarla qidalanmalıyıq ki, bu xəstəliyi yox eləyək. Amma bu xəstəlik deyil də, bu şəkər xəstəliyi həyat tərzidir, belə deyək. Yəni, sağlam qidalansan, diyeta o saxlasın, o səndən uzaq gəzəcək. Elə yeri gəlmişkən, Ulya, deyirəm, bizim baş sponsorumuz Herbaflora'nın şəkərli diabet xəstələri üçün bir çayı var. Amma deyim ki, o çayı ancaq şəkəri olan adamlar içmir. Ümumiyyətlə sağlamlığına diqqət edən insanlar qanında şəkəri balanslaşdırmaq üçün bu çayı mütəmadi olaraq içmək lazımdır. Bəli. Biz də indi ilk dəfə dadacağıq. Mirfazin, yəni ürək-damar sistemini mükəmməl edir. Böyrək üçün mükəmməl bir çaydır. Yəni ki, növləri çoxdur, hamısı ilə tanış eləyəcəyik sizi. Amma Mirfazin xüsusi bir çaydır. İndi biz birazdan içəcəyik, sizə də tövsiyə edirik. Dostlar, Herbaflora 1998-ci ildən ölkəmizdə təbii məhsullar istehsal edən şirkətdir. Yəni, tarixi böyükdür. Deməli, bütün məhsullar təbiidir. Baxın, burada hətta çaylardan əlavə kapsullar da var. Vitamin kapsulları. Vitamin kapsulu, bu qaraciyəri təmizləmək üçündür. Üstündə də yazılıb ki, bu dərman deyil, təbii məhsullardır. Bu da qanda olan insulini təmizləmək üçündür. Əsasən də baxın, şəkəri, diabeti olan insanlar insül 10 dərman vasitəsi deyildir. Üstündə də yazılıb. Yəni apteklərdə satılır. Bioloji aktiv qida. Çaylar var, mədə üçün, bağırsaq üçün. Ümumiyyətlə Herbaflora'nın çoxlu sayda məhsulları var. Hamısı da təbiidir. İstifadə edin, şəkər riski olanlar. Mirfazin. İndi də biz o çaydan içirik yeməkdən sonra. Həzmə rahat vermək üçün. Mirfazin çayı üstündə də görürsünüz, şəkərli diabeti olan insanlar üçündür. Amma bizim şəkərimiz olmasa da... Olmasa da balansda saxlamaq üçün. Bəli. Ən azından risk altında ola bilərik. Onun üçün də qarşısını almaq üçün mütləqdir ki, təbii qidalanaq və təbii çaylardan içək. Və mənim çayım bitib, mən yenə də çay istəyirəm. Mirfazin? Mirfazin. Tamam. Tələs Ulya, tələs, tez elə. Ay Müşfiq, biz hara tələsirik? Ay qız, indi onu səni başa salamayacağım. Vaxt yoxdur, tələs. Ağzımı açıb mənə bir söz deyəcəksən. Ulya, bax, bu dəqiqə ağzımı bir açmaq asacam sənə. Ay qız, tələsirik, vaxt yoxdur. Sən mənə deyəcəksən nə olub? Yox!
Müşrik, başa salacaqsan nə olub? Ay kız, obada yeni kampanya başlayıb. 30 oktyabra kadar her 20 manatlık alışverişe bir kupon kazanırsan. Bilirsən nə qədər hədiyələr var? Bax, toz soğuran, paltar yuyan, mebellər, televizor, daha neler. İndi başa düşdün? Başa düşdüm. Müşrik, onda sən get, mən gedim bir dənə evə alışveriş eləyim, gəlirəm. Hə, qulaq Ulya. Olar o alışverişin kuponunu verəsən mənə. Yəni vaxtımı alma. Ulya. Gülüş olmasa yaşayış yok. Gülüş sağlamlıdır. Öpürəm. Sağ ol, Müşrik, sağ ol, öpürəm. Öpürəm. Allah sizden razı olsun. Minnətlərim qədər alım, çox sağ olun. Həmişə el şənliklərdən gəlsin səsiz, şən yerlərdən gəlsin səsiz. Mən hamınıza indi nə bilim, valla biraz yığışıb, mən sizi xalq artisti, nə bilim, ondan da yüksəkliyə görmək istəyir. Hamınızı. Öpürəm. Hə. Keçən də biz gələndə yadımda ki, siz bizə deyəsən bu kəndin tarixini, adını demişdiniz. Demişdim. Yeçxana demişdiniz. Yeçxana, belədir. Bu kəndin adı Yeçxanadır. Yeçxana deyil. Xeyr, Yeçxana deyil, Yeçxana. Təkevli. Çünki hamı sadə adamla maşallah olsun. Bu belədir də, bu belə də gedir. Sağ ol, Müşrik. Allah sizi var eləsin. Sən qadan alım. Mən hər bir üzə yaşdan asılı olmayaram. Mənim artıq 70 yaşım var. Ömrümün payızın sonu, qışın girişin yaşayıram. Oy maşallah. Elə demirlər başa dönüm. Hətta 70 yaşda elə yaxşı yaşayır. Allah'ımdan çox razıyam. Sizə uzun ömür, can sağlığı, hər bir üzə gözəl sənətkarlar, gözəl qadın 100 il ömür alır. Öpürəm sizi. Ondan sonra ölçürüz. Yo, onu oynayacağıq. Bir baş sarı tel. Baş sarı tel. Ha, o musik orada biz köhnələrdən üzə başlayalım.
Balası. Bu. Bizim bu günün qəhrəmanı. Aa bunun dişlerine bak, dişlerine bak. Oy oğlum bu ne topuş oğlandı. Aa bu ne güzel oğlandı. Deməli onun 40 günlüyünə biz gəlmişdik. Ve bugün de kiçik toyuna Ha, geldi. bu gün də kiçik toyuna gəldik. O gün olsun üniversitete girersen biz gelelim. Ora bax. Çox sağ ol. Cana. Oy. İstəmirəm. Uyanmışsan sen yuxudan uyanmışsan. Adı nə idi yadına? Onur. Onur. Allah sağ. Onur. Allah kömək 40 günlüyünə gəldik. Sünnətinə gəldik. Maşallah biraz qabağa salmısan, ha, hər şeyi vaxtından tez edirsən. Məncə sən məktəbə də tez gedəsən. Biz gələcək onu qeyd edəcəyik. Üniversitede de tez qəbul olsun. Universitetə də tez qəbul olasan. Məncə sən çox uzadan dörsən, sən tez evlənəcəksən. Səni 17 yaşında nəsə görürəm divişeyniyəm. 27, ya o 27'li gözləyəndir. O sünnətini ki, yəni dil açmamış toyun elədi. O yəqin ki 17-18 yaşında da toy eləyəcək. Kişidir bu. Öpürəm sən. Babadır, baba. Baba. Bir xanımla mən reklam elə yoxsa öldürəcəksiniz. Şey? Hanımla reklam ver. Bəlkə sizi birdən bir reklama çəkək. Çəkək. Sen de sağlaşmaq vaxtıdır. Bax, gör mən adamım, sana dəqiq deyirəm, düz deyirsən, belə şey olmalıdır. Hə bax, sən bayaqdan hər yer fırı, nəsə bir şey tutuzdurur, gəlir qızla görüşür belə. Bəli bax, Nəsə bu ağsaqqaldan gözüm su içmir mənim. bəli. Sağ ol qadoyalım, çox sağ olun. Öpürəm sizi, öpürəm. Allah sizin canınızı sağ eləsin. Sağ olasın, Allah razı olsun. Qapılarımız üzrə. Bu, Nə açıqdır. bu ilk nəvə idi. Bu, iki nəfər. İlk bir qızdı, ondan budur da. Hə, nəvə olaraq ilk nəvə. İkidirlər, O da kirvə. Kirva, Vay. mən kirva bahalı kirvəyə oxşuyuram. Xəstəmirəm sıfır. Vay, kirvə dediyim bu dəqiqə mən axtarıram. Mənim cibimə kirvə qoysun. Canım. Kirvə. Kirvə neyi yeyəcək? Ancaq oynayacaq. Gələm qardaşım. Görmüsən mi kirvə təşəkkür edirəm göz yaşı sizə. tökür kirvə. Yaxşıram. Gömnə verə biləm kirvə. Əlimizə 100 dənə gördünüz, çıxarın. Canım. Kirvə mən istəyirəm. Deyir ki, mən evro istəyirəm. Hayır. Sponsorumuz Elor Çılçıraq mağazaları şəbəkəsindəyik. Elora gelin, eviniz işğıl olsun. Sağolaşaq səndən. Sağlaşaq. Sağolaşaq. Hə. Ol. Bir də görüşərik. Hə? Bir də görüşərik yekəxanada. Oldu. Və yaxşı olacaq. Hə? Və yaxşı olacaq hər işimiz. Yaxşı olacaq hər işimiz. Hə. Hə, buna əminsən? Hə, əminəm. Oldu, yaxşı. Oldu, görüşərik. Və Hə. Hə. Həyəcanlama da, narahat olma, söz bitmə, rahat. bildim. Hə. Yerdə görüşərik, evimizə gəlin, çay içsək ləzzətdir. Oldu, çox sağ ol. Harda qarşı? çay çək. Harda qarşı? Burada, Qobustanda yoxsa Bakıda. Ha. Bakıda? Görüşərik onda. Hə. Öpürəm səni. Şad oldum səninlə tanışdığa. Hə. Oldu, hə. Oldu. Sağ ol. Sizə baxaram videolarınıza. Hə? Videolarınıza baxaram. Ha, oldu. Vəziyyət nətərdir? Vəziyyət tutam əla, Allah sənin canını sağ eləsin. Necə keçdi toy? Xoş gəlir? Toy maşallah əla keçdi. Hə. Siz olan yerdə gülüş varsa, deməli canlanma, Əhval. Əhval əla. Əla. Öpürəm sizi, öpürəm sizi. Mən də öpürəm. Keçən dəfədə mən burada bu həyata qonaq olanda belə gözəl sözlər demişdiniz mənim Allah haqqımda. sizin canınızı sağ eləsin. Siz var olun ki, eşitirsən.
deyək ki, biz Respublikadan ən azı bir 80 kilometr aralıyıq da. Bəli. Siz gəlib bizi burada lentə alırsınız, bizi güldürürsünüz, əhvalımızı yaxşılaşdırırsınız, biz sizə minnətdarıq. Öpürəm sizi. Hə, biz sizə minnətdarıq. da. Öpürəm sizi. Hə, Öpürəm sağ olun. babası. Siz qohum muydunuz da? Mənim bibim qızıdır. Mənə deyir ki, Bəsli xala. Can, mənə deyir ki, haçanda mənə altdan xırdaca deyir ki, sən Allah mənim Müşfiq müəllimə deyirəm, TikTokda göstərsin. Baxırlar, işte sənə. Mənə deyirlər ki, falan yerdə gördüm. Sən də deyirəm, dostları iş yoxdur, Allah canı sayı çəkirlər də. Mən deyirəm. Ha, mən dedim ki, belə olur ağa. Mən fikirləşdim, dedim, müəllim deyər ki, Məni TikToka verir. məni TikToka verməyin. Belə deyirlər axı sonra. Sən Allah məni TikToka da verərsiz bir abır olaram. Mən üçün xoşdur. Siz çəkimizi seçdirsən, qəti qorxusu yoxdur. Öpürəm, Hə, vallahi. Qəti qorxusu yoxdur. Baxır kim çəkir də. Baxır kim çəkir də, ay sağ ol. Söhbət ondan gedir. Baxır kimin verilişindəsən. Ay sağ ol. Söhbət ondan gedir. Onu dinləndə. Müşfiq müəllimin. Öpürəm. Allah var eləsin sizi. Yaxşı demirəm. Belə gözəl yerdə. Allah canınızı versin, xoş gəlmisiniz. Həmişə siz gələsiniz. Bu Şamaxı torpağı, Qobustan torpağında Çəkilişlər aparaq. çəkilişlər yapacaq. Yaxşı belə mənzərəli verilişlər. Öpürəm, öpürəm. Öpürəm. Sizə sağ olun, belə qarşıladınız bizi. Ləzzət axtarışında bir neçə bölgələrimizi gəzmişik. Valla bizim elə xalqımıza yaraşır da, bu gülər üz, mehribansılıq. bayram, bizim Valla verilişin adı da gözəl. Nə bilim, gedişatı da gözəl. Bu çəkəndə, nə bilim, mən ona dəgər verə bilmirəm. Allah sizin mükafatınızı versin. Öpürəm sizi, var olasınız, var olasınız. İnşallah sizin balalarınızın toyunda. Dəvət edəcəm Allah. Mən bizi yaddan çıxarmayacağım. Söhbəti yox. Baş sponsor Herba Flora. Sponsorlar Oba Marketlər şəbəkəsi, Elor Çılçıraq mağazalar şəbəkəsi.